Bundan əvvəlki videoda nə vaxtsa evlənsəm toy günü makiyajımı özüm eləmək istəyirəm dediyim üçün o qədər qəribə rəylərlə qarşılaşıram ki. Bilmirəm fikir vermisiniz yox, son illərdə toy sektoru dəhşət qəliblərə minib. Əgər toyundursa mütləq bu və ya digər vizajistə yazılmalısan, gəlinliyi mütləq filan yerdən götürməlisən, çəkiliş komandası mütləq onlar gəlib çəkməlidir. Onlar çəkməsə bura toyu qaytar, toya bu müğənniləri çağırmalısan. Əgər siyahında bunlar yoxdursa, ümumiyyətlə o toyu eləməsən ondan yaxşıdır. Təbii ki, düşünürəm sosial medianın burada təsiri çoxdur və bu təsirlərə düşməmək o qədər çətindir ki. Ancaq bir anlıq oturub fikirləşəndə başa düşürəm ki, bu saydıqlarımın hamısı ikinci plandadır. Əgər mən toyumda özümü həqiqətən xoşbəxt hiss eləmirəmsə, üzümdə Chanel olsa da bu dəyişməyəcək, Dior olsa da bu dəyişməyəcək, ya da gəlinliyim İtaliyadan gəlsə də bu dəyişməyəcək. Toyun üzərindən illər keçəndən sonra həmin günü xatırlayanda bizim yadımıza düşməli olan birinci şey həmin gün üzümüzə hansı tonal kremin istifadə olunduğu yox, həmin gün özümüzü necə hiss etdiyimiz, həqiqətən xoşbəxt olub olmadığımız, ürəyimiz istəyən kimi oynayıb oynaya bilmədiyimiz, sevdiklərimizlə yaxşı vaxt keçirib bilmədiyimiz olmalıdır. Məni yanlış anlamayın, mənim burada sözüm həmin seçimləri edən insanlara yox, həmin seçimləri etmək istəmir deyə onlara qəribə reaksiya göstərən insanlaradır. Təsəvvür eləyin, heç tanımadıkları bir insan toyunda özü bəzənmək istəyir deyə elə qəribə fikirlər bildirirlər ki, mənim və ya hər hansısa başqa birinin öz toyunda necə göründüyü başqasını niyə narahat eləməlidir axı? Bir yandan da düşünürəm, bəlkə də bu tipli fikirlərə görə bizdə toy prosesləri həddindən artıq stresli keçir. Təbii ki, mən də böyük danışmaq istəmirəm. Heç vaxt belə bir məclisim olmayıb. Heç bilmirəm ki, həmin anda, həmin situasiyada olsam necə davranarım. Ancaq hələ ki fikirlərim bunlardır. Əsas odur, ortada sevgi olsun. Məncə qalan hər şey düzələr.